Avto FM-də qaydaları pozmağa davam edir. Elmətdin Muradlı artıq studiyadadır. Nəqliyyat məsələləri üzrə ekspert. Elmətdin, mənim axşamınız xeyir olsun. Axşamınız xeyir, xoş gördük. Bu tıxaclar elə bir vəziyyət yaradır ki, insanlar istədi-istəmədi. Misal üçün mən gecikən adam deyiləm heç vaxt heç yerə, amma necəsə mən də gecikməyə başlamışım bəzi yerlərə. Bilməm hesabımı necə götürüm Bakı şəhəri üçün. Necə davranmaq lazımdır belə hallarda? Mən belə başa düşdüm ki, ən azı yarım saat məsafə qoymaq lazımdır. Dünən bir vətəndaş bir avtomobilin piyada keçidinin üzərində park etdiyinə dair foto çəkib göndərib bizə. Biz də saytda onu yerləşdirmişik və üstündən 1-2 saat keçmədi. Bakı şəhər Dövlət Yol Polis İdarəsinə əlaqə saxladılar ki, bəs o hadisə hansı saatda baş verib, o sürücü barəsində tədbir görülsün. Həmin vətəndaşa yazmışam, yazır ki, bəs şəklin saatına baxıram, deyirəm, bəs bu saatda yoxdur axı orada. Deyir ki, mən yarım saat geriyə qurmuşam ki, gecikməyim heç yerə. Ona görə 00:23 yox, 12 neçədə olub da hadisə. Bu hadisə baş verib, bəli. Yarım saat özünə zazor qoyub da, belə deyək ki, yəni yarım saat ən azından tez çıxsın. Mən də navigatorda yoxladım ki, bura mən 18:06-da çatmalıyam. Həqiqətən çatmışdım. İntellektual mərkəzin qarşısında birinci şlaqbaumla keçən kimi düşdüm tıxaca. Eyb yox, olan şey. Təsəvvür elə, intellektual mərkəzin qarşısından arxasına fırlanmaq mənim üçün 20 dəqiqəyə başa gəldi. Bu fantastik bir şeydir. Yəni bu o deməkdir ki, artıq şəhərdə bu məsələlərlə çox ciddi şəkildə məşğul olmaq lazımdır. Bu gün çərşənbədir, yəqin ki, tonqal qalamağa gedirlər. 8 Mart idi. Sonra dedilər iftarla əlaqəlidir. Sonra indi deyirik yel çərşənbəsidir. Gələn həftə ilaxır çərşənbədir. Sonra Novruz bayramıdır. Yəni artıq həyəcan təbəli çalmağın vaxtıdır. Həqiqətən, yəni mən təsəvvür elə intellektual mərkəzin qarşısından sağa dönürəm, ara küçədir və qarşımı yox maşınlar keçib. Hamı üstünüzə gəlir. Qadınlı, kişili üzərimə gəlirlər. Əksi yola çıxıblar. Soruşuram ki, niyə belə eləyirsən? Biri deyir ki, qabaqdakı çıxdı, mən də çıxdım. Deyirəm, bəlkə o dəlidir, sənə nə olub? Deyir, mən də dəliyəm. Bu səhər yeri yəni gəlmişkən... adam üzümə dedi ki, video registratora var, onu sizə göstərərəm, yayımlayaram. Deyir, mən də dəliyəm. Yox, bu arada səhər tezdən orada yol polisi dayanmışdı. Səhər tezdən də yüngülvari sıxlıq var idi. Siz dediyiniz istiqamətdə, Heydər Əliyev prospektinə çıxan yolda. O əks istiqamətdə gələn sürücülər ki, yoxdur. Onları bir-bir saxlayıb cərmələrini yazırdı. Çox yaxşı halda. Ümidvaram ki, həmin sürücülər ən azı dərs alacaqlar. 150 manat 4 bal cərmədir. Yəni bunu gözə alıb çıxırlarsa, deməli ortada nəsə ciddi problemlər var. Yəni bu belə olmalı deyil əslində. Sadəcə bizi də hər yerdə polis idarə edəsi deyil axı. Bizim daxili vicdanımız, mədəniyyətimiz, yolda iştirakçıyıq, digərlərinə münasibətimiz necə olmalıdır? Yəni elə kim harda boş yol gördü, ora girirsə, onda bəziləri deyir, polis nəyə lazımdır? Niyə küçədə çox polis var? Onda belə çıxır ki, əzizim, sizi polis idarə eləməsə, bizi polis idarə eləməsə çox çətin olar. Bugün yəqin ki, o davanın videosuna sizə baxdı. Nə qədər insan yazır ki, inanın ki, polis olmasa, həqiqətən tamam başqa mənzərənin şahidi olarıq. Təbii ki. Adama sual verərlər də, sənin maşında beyzbol çubuğu nə gəzir? Nə məqsədim var? Sən beyzbol oynayansan. Ölkədə beyzbolun inkişaf etdiyini də görməmişik. Mən sözümdə, yəni o adamdan soruşsan ki, ümumiyyətlə beyzbol necə oynanılır, xəbəri yoxdur. Amma çubuğu maşındadır. Niyə? Çünki onu bunu döymək üçün. Elmətdin bəy, vaxtımız əslində çox deyil. Dinləyicilərə belə bir sual vermişik ki, Bakının hansı küçələrində hərəkət düzgün qurulmayıb? Bir çox cavablar var. Məsələn, hələ cavablar gəlməyə davam edir. Yazırlar ki, ümumiyyətlə mənim fikrimcə, hara təmir olunub, ora xətt çəkilirsə, ora pis günə qalır. Məsələn, Cavanşir körpüsü. Belə bir rəy yazıblar bizə. Orada körpünü sökəndən sonra hərəkətdə bir neqativ nəsə qeydə alındı. Yox, əvvəl körpünü keçəndən sonra yaşadığımız sıxlığı, çətinliyi, indi körpünün, yəni köhnə körpünün üzərində təxminən təsəvvür etsək, orada yaşayırıq. Həm də orada biraz piyada yönümlü yanaşma oldu və sağdan bir nöqtə buraxıldı. Bəzi sürücülər gəlib sağdan girib əsas yola çıxmağa çalışırdılar. Onu bu yaxınlarda bildiniz yəqin, yol polisi müraciət elədi ki, indi oradan əsas yola çıxanı cərmələyəcəyik. Düzünə gedib Nizami küçəsinə çıxmalısan. Bu məsələ həll olundu. İndi soldakılar. Bəzi sürücülər var, bilirlər. Sol zolağa çıxır ki, hansı ki geriyə dönüb təzədən Yusif Səfərov küçəsinə qayıtmalıdır və yaxud da orada indi obyektlərə getməlidir. İndi burada bəzi insanlar var, bilərəkdən, əksəriyyəti bilərəkdən eləyir, bilməyərəkdən də onun arxasınca düşüb gedənlər var. Gedirlər, aha, qabaqda görürlər ki, bütöv xətt yaranır. Ya sola dönməlidir, ya da o xətti tapdalayıb araya girməlidir. Bax, o araya girənlərin ucbatından sol zolaq
svetoforun altına qədər ləngiyir. Orada sola dönmək üçün yer var da. Bəli, 2 dənə geriyə dönmə, sola dönmə yeri var. Amma bəziləri güya sola dönürmüş kimi hərəkət gedib qabaqda. İndi özünü dırnaqara sağlıqlı hesab edən sürücülər də əksəriyyəti oradan girirlər. İndi mən də məsəl üçün bilirəm. Mən məsələn o vicdansızlığı heç vaxt eləmirəm. İndi onun qarşısını necə almaq olar ki? Eləmək, oranı heç nə, bütöv xətt qoymaq lazımdır və əvvəldən 5-8 bir nişanı ora qoyulmalıdır ki, sürücü bilsin ki, o zolaq ancaq sola dönənlər üçündür və oradan manevr edib sağa girənləri 40 manat cərmələyəndə artıq biləcəklər ki, yox, bu belə olmur. Onda da biraz sıxlıq yaranır, quyruq yaranır. Məsələn, var belə küçələr. Deyim sizə, Tbilisi prospekti ilə gəlib İzmir küçəsinə getməliyik. Tbilisi prospektində də bilirsiniz, avtobus solağı çəkilib. İzmir küçəsinə getməliyik və İzmir küçəsinin başında dayanmışıq. Təsəvvür edin, o svetofor və geriyə dönmə yeri, bu məşhur Avropa otelinin qarşısı. Mən baxıram ki, məsələn, sağ tərəfdə bomboş bir ərazi var. Nədir? Ora gətirib xətt çəkiblər ki, bura adacıqdır, təhlükəsizlik adacığıdır. Səbəbini soruşsan, deyir ki, bu yolun artıq qalan hissəsidir. Əzizim, sən avtobus solağını ya ora at, ya mənə buradan xətt ver ki, mən avtobus solağını keçib, oradan İzmir küçəsinə rahat hərəkət edeyim də, mən düzünə, Nizam metrosuna tərəf gedənlərin yolunda, zolağında durmuşam. Avtobus da mənim sağımda qalır və mən hərəkət edəndə avtobusda sola gedəcəksə, məni tapdalamalıdır, vuracaq. Yəni, bu nə deməkdir? Məsələn, Mikayıl Müşfiq küçəsində Əzibəyev Nərimanov heykəlini keçəndən sonra Qutqaşınlı küçəsi ilə kəsişir və 20 nömrəli məktəbə tərəf gedirik. O Qutqaşınlı ilə orada qaydalar dəyişilmişdi. Kəsişməsindən sonra görmüsünüz, sağda yerə zolaqlar çəkilir. Bəli, bəli. Elə bilin ki, o yodlayıblar da. Bəli, bəli. Təxminən elə bir şey. Sağ tərəfdə də avtobus dayanacağı var. Və o dayanacağı salıblar yolun hərəkət hissəsinə. Yerdə də elə bir avtobusun eni boyda boş yol qalır. Adacıq ora xətt çəkiblər, kretka. İndi mən o gün o aynaya da onu təşəbbüs kimi irəli sürdüm ki, bax bunun anlamı nədir də? Yəni bu avtobus solağını elə o solaq çəkdiyiniz hissəyə sal, avtobus girsin də cibə girsin. Nə dedilər? O yolun hərəkət hissəsində niyə avtobusu saxlayıb düşdürürsən? Hə, onu düz deyirsiniz, eləmək olar. Və yaxud da həmin zolaqdan onun həmin yerin əks tərəfən fikirləşək. Üz aşağı 20 nömrəli məktəbdən gəlirik, Qutqaşınlı küçəsinin svetoforuna çatırıq. Çata-çatda məcburi hərəkət ən sağ zolaq sağa gedir. Mən orada dəfələrlə, bizim ofisimiz 20 il orada olub da, mən görmüşəm. 100 avtomobildən 3-ü sağa dönər, dönməz. Dövlət Təhlükəsizlik Xidmətinə. Bundan ötürü bütöv bir zolağı niyə məşğul edirik? Mən yadımdadır, Bakı Nəqliyyat Agentliyinin dövründə oranı yazdıq, çəkdik, göstərdik və gəldilər onu həm düzünə, həm sağa elədilər. Düzəldi məsələ. İndi bu təzəlikcə hərəkətin təşkilinə yenidən baxdılar, orada velosiped zolağı falan yaratdılar. Yenə aləm dəydi bir-birinə, yenə həmin zolağı ancaq sağa qoydular. Yəni bu kimə lazımdır, nəyə lazımdır? Yəqin ki, bununla bağlı nələrsə olanda çəkirsiniz videoya, fotoya falan, göndərirsiniz, təkliflərinizi edirsiniz öz yerində. Gəlin dinləyicilərdən də bəzilərinin mesajlarına qulaq asaq. Mən xahiş edəcəm qulaqlığı yaxın edəsiniz ki, dinləyicinin səsini eşitmə imkanınız olsun. Görək nə deyir? Salam, axşamınız xeyir. Axşamınız xeyir. Bayramınız da mübarək. Sizinlə bahəm. Bir dənə problem demək istəyirdim. Koroğlu metrosundan üzü Zabrat tərəfə gedən magistral yolda körpüyə qalxmamışdan artıq tıxaclar başlayır. Səbəbi də Sabunçuya dönən yoldan avtobus yolu ayrılıb. Avtobus yolunu ayrılmamışdan qabaq orada elə tıxac yox idi, avtobusların özləri də hərəkət edirdi. Amma bu indi avtobus yolunu ayırıblar orada. Ona görə də Koroğluya qədər tıxac yaranır. Avtobusların özləri də hərəkət edə bilmir ora qədər. Məncə bu da bir səhvdir. Orada avtobus yolunu elə əvvəlki qaydada saxlasalar, hərəkət həm avtobuslar eləyə biləcək, həm də ki maşınlarda. Elmətli müəllim, xatırladınız hansı yoldur ora? Dostumuz həm deyir ki, Zabrat Sabunçu körpüsünə qədər, sonra deyir Koroğluya qədər tıxac yaranır. Mən bilmədim, o tərəfəni fikirləşirsə, bəli, orada konflikt var. Avtobus zolağı ümumiyyətlə mən hesab edirəm ki, Koroğludan sonra bu prospektdə avtobus zolağına heç bir ehtiyac yoxdur. Heydər Əliyev prospektində. Bəli, düz Mərdəkana qədər, Buzovnaya qədər heç bir problem yoxdur orada. Onsuz da sağ zolağı hamımız əvvəldən qəbul eləmişik, 70-lik zolaqdır. Ora ümumiyyətlə heç kim girmir. Girənlər də aşağı sürətlə hərəkət edən və yaxud da sağa sola dönənlər. Mən bu yaxınlarda görürəm Mərdəkandan
hər həftə sonu o tərəflərdə oluram, qaydanda görürəm, yəni gedəndə də görürəm. Sağa sola dönənlər artıq belə deyək də risk qarşısındadırlar. Düzdür, biz tənqid elədik, fikirlərimizi də dedik. Avtobus zolağını orada ləğv edib qırıq-qırıq xətt qoyublar, amma bəziləri hələ də qorxudan gəlir, ikinci zolaqdan sağa manevr eləyir. 70 ilə gələn avtobus onu tapdalasa nə olacaq? Siz inanın ki, artıq bu cür konflikt ərazilərdə həqiqətən tıxac problemi yaşanır. Bakıda çoxdur belə konfliktli Neftçilər yerlər. prospektinin, məsələn, mən sizə deyim də, Azneftdən üzü dəniz vağzalına tərəf avtobus zolağı yaradıldı. Mən bunu bu yaxınlarda elə aynada da dedim rəhbərliyə ki, yəni belə bir problem yaranıb. Orada indi nə qədər zəruri idi, nə qədər zəruri deyildi. Hər halda daimi orada yol patrul xidmət əməkdaşları xidmət apardığına görə hərəkəti tənzimləyirdi və elə tıxanma baş vermirdi. İndi o avtobus zolağı yaranmamışdan qabaq Bayılda saat 4-dən 5-dən sonra tıxacın uzunluğu gedib Bayraq meydanına qədər çatırdı. İndi ora avtobus zolağı qoyuldu Neftçilər prospektində, Azneftdən üzü şəhər istiqamət. Tıxacın uzunluğu gedib Su İdman sarayına çatır. Və nəticə etibarilə sürücülər oradan geriyə hərəkət edirlər. Gəlirlər məhəllə arasına girmək üçün, qayda pozurlar, məhəllələrin arası aləm dəyər bir-birinə orada. Təsəvvür edin, məhəllə daxili yollar belə tıxanır. Yəni indi fikirləşək görək, o bizə lazım idi mi? Bu nə effekt verir? Məsələn, əks istiqamətdə ləğv elədilər. Nəsə dəyişdi? Dəyişdi, əlbəttə dəyişdi. İndi avtobuslar rahat hərəkət edir, maşın da hərəkət edir, heç bir problem yoxdur. Ümumiyyətlə o küçədə polisin fasiləsiz xidməti var da. Günün 24 saatı orada polis. Yox, mənim maraqlıdır ki, orada polisin hesabına hərəkət dayanma durma qadağandır, problem deyil. Aha. Ona görə orada hərəkət axını var və əsas strateji yollardan biri olduğuna görə daimi orada konflikt baş verən kimi dərhal müdaxilə olunur və polis harda varsa orada problem yoxdur. İndi lazım idi mi bizə məsəl üçün o avtobus zolağı ora salınsın və Bayıl istiqamətindən başa düşdük. Gətirirdi, Azneft dairəsinə qədər ötürdü avtobusu. Azneftdən sonra da rəvan hərəkət davam eləyir, gedir. Yəni onsuz da o istiqamətdən gələn avtobusların sayı çox deyil. Və müəyyən nöqtələrdə baxırıq ki, yenə bəzi sürücülər kameraların olduğu nöqtəni bilir, həmin zolağa daxil olurlar, qaydaları pozurlar, avtobuslar da bəzən gəlir, ilişir, qalır. Yəni onu bir təhlil eləmək lazımdır. Əvvəl sonra baxmaq lazım idi, o bizə lazımdırmı? İndi həmin nöqtədə, məsələn, avtobus zolaqlarının çəkildiyi yerlərə deyirik ki, kəsişmə nöqtəsinə 20 metr qalmış, qırıq-qırıq xətt vermək lazımdır ki, sürücü sağa dönəndə avtobus zolağına girib ən sağ zolaqla dönsün. Buna hələ gedilmir. Sürücünü məcbur eləyir ikinci zolaqdan dön, avtobus da gəlir, vurur və yaxud da avtobus zolağına daxil olub qayda pozan sürücü və yaxud da saat 10-dan sonra icazə ilə girən sürücü gəlir o konflikt nöqtəsidir. Orada artıq hadisə şöbəsində mən soruşuram yol polisindən, həmin konflikt avtobus zolağında avtobusla toqquşan və yaxud da digər nəqliyyat vasitələrlə toqquşan hadisələrin sayı artıb. Deməli, dinləyicilərdən biri yazır ki, mənə maraqlıdır, hərəkətin təşkili zamanı hər hansı standartlara əməl edilir və ya hər hansı baza məlumatlara əsaslanırlar, yola düşən yükü necəsə hesablayıb ona uyğun işlər görülür. Çünki şəhərdə tıxacdan hərəkət etmək mümkün deyil. Biz danışdıranda deyirlər, müəyyən hesablamalar nəticəsində görülür. Deyilir ki, simulyasiya aparatları var, bununla simulyasiya eləyirlər, amma mən sizə tam səmimi şəkildə deyim də, indi bax, burada qeyd elədim, o balaca Darısqal yolu intellektual mərkəzin yanında 3 zolağa çevirib əks istiqaməti də tutan sürücünün simulyasiya axı hiss eləmir, nəzərə almır. O beyni, o təfəkkürü simulyasiya aparatı hesablaya bilmir. Üst-üstə düşməyə bilər. Real mexanizmlər işlənməlidir, real vəziyyəti saymaq lazımdır. Gündəlik buradan nə qədər maşın keçir, hara çoxdur. Necə ki, məsəl üçün, intellektual mərkəz bir çox svetoforları, məsəl üçün, belə deyək də, yaşıl dalğaya keçirir və yaxud da digər küçələrdə yaşılı artırır, qırmızını çoxaldır, onu azaldır və yaxud da gecənin müəyyən saatlarında ehtiyac yoxdursa, sarı yanıb sönən rejimə keçir ki, yəni burada heç dayanmağa ehtiyac yoxdur, sadəcə sağa sola baxıb hərəkət davam eləməlisən. Yəni hardasa 90 saniyə durub saat 3-də niyə gözləyirsən, küçədə maşın yoxdursa? Bax, bu artıq intellektual yanaşmadır. Amma hansısa cihazın apardığı təhlilin nəticəsi bəzən real vəziyyətlə üst-üstə düşmür və nəticə etibarilə belə konflikt nöqtələri yaranır. Məsələn, götürək Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsini. Yolun bəzi hissələrini gəlirsən 2 zolaq. Biraz keçir olur 3 zolaq. Sonra gəldi yenə oldu 2 zolaq. Məsələn, nəşriyyatın qarşısı 2 zolaqdır.
biraz keçirsiniz Patamdarta tərəf görürsüz ki, 3 zolaq olur. Sonra dönürsüz Patamdart qəsəbəsinə, 3 zolaqla gedirsiniz, qəbirstanlığın qapısının ağzında zolağın biri yoxa çıxır qəfildən. Yəni aləm dəyər bir-birinə də ümumiyyətlə bizim yol təsərrüfatı ilə bağlı ciddi problemlər var. Ona görə bu cür mexanizmləri nəzərə almadan hansısa bir qərar qəbul edəndə bəli, konflikt nöqtələri baş verir. Yəni mən bax bu küçəyə baxıram, üzü Koroğlu istiqamətində heç olmasa normal hərəkət var. Şəhər istiqamətində addım-addım gedirlər. Yəni hamı şəhərə gedir. Aydındır, bir mesaj da var Füzulidən gəlib, yəni Füzuli adına dinləyici yazıb, qulaq asaq görək. Salam, mən piyada hərəkətinin tənzimləməsi ilə bağlı bir problemi səsləndirmək istirdim. Bu Heydər Əliyev prospekti ilə bağlıdır. Nəzərə alsaq ki, Heydər Əliyev prospekti kifayət qədər uzun və enli prospektdir və orada hazırda olan yeraltı və yerüstü keçidlər arasındakı məsafə çox böyükdür. Və buna görə də həmin keçidlər arasında deyək ki, işləyən, çalışan, yol keçmək istəyən piyadalar çox uzun məsafə qət etməli olurlar. Buna görə də onlar birbaşa yolu bu keçiddən istifadə etməklə keçirlər. Bu da onların həyatı üçün təhlükə yaradır. Və nəzərə alsaq ki, hal-hazırda orada yeni biznes mərkəzləri tikilir, xüsusilə Mərkəzi Bankı qeyd edə bilərəm. Orada çalışanların sayı artır və buna görə də yaxşı olardı ki, orada yeraltı və yerüstü piyada keçidləri yeniləri tikilərdi. Təklifim buna ibarətdir. Sağ olun. Doğrudur, yaxşı ideyadır. Əslində bizim qanunvericiliyə görə yaşayış məntəqələrində piyada keçidlərinin arasındakı məsafə 250 metrdən artıq olmamalıdır. Amma məsələn Heydər Əliyev prospektində baxsaq, bəlkə də 500-800 metr, 1 kilometr məsafədə görürsüz ki, keçid tapılmır. İnsanlarda da bu məsuliyyətli insanlar, yəni uzaq da olsa məsafəni qət edib keçiddən istifadə edirlər ki, təhlükə yaranmasın. Amma məsuliyyətsiz insanlar indi intellektual mərkəzin kameralarına düşən və yaxud da Daxili İşlər Nazirliyinin təhlükəsiz şəhər kameralarına düşən qəzalara baxırıq. Yəni adam dəhşətə gəlir də, hardasa bir 20-yə yaxın zolaq var burada. Onu qaça-qaça keçən insanlar var ki, maşın vurur, yüksək sürətli yol. Axırda da yəni sürücü qalır ortalıqda. Belə yolda sürücü nə etməlidir? Sualı çıxırır ki, sürücü yəni ona icazə verilən sürətlə gəlir. Bəlkə o piyada zolaqları ilə əvəz eləmək lazımdır. Zebralar burada təhlükəlidir. Niyə? Sürətə görə. Bəli, sürəti azaldıb zebra o zolaqları çəkmək. Sürəti burada o halda azaltmaq olar ki, gələcəkdə məsəl üçün indi hal-hazırda Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinə alternativ bir yol çəkilir. Yəqin ki, bilirsiniz, Keşlə bazarı söküldü və Həsən Əliyev küçəsindən bura alternativ bir yol çəkilir. Əslində, yəni o yol tam hazır olandan sonra bəli, burada intensivlik aşağı düşsə, baxmaq olar ona. Müəyyən bir nöqtələrdə, amma Koroğluya qədər. Koroğludan sonraki hissələrdə bunu yəni zebra çəkmək inanın ki, insanları risk atmaq kimi bir şeydir. Aydın məsələ. Ona görə yeraltı və yerüstü amma komfortlu, eskalatoru, lifti olan keçidlər. Həm də işləyən. İşləyən, daim işləyən. Olsun və işləsin. Keçidlər olsa, dostumuz düz deyir, çünki şəhər mərkəzindən bura nə qədər obyektlər köçürüldü, Neft şirkəti, İqtisadiyyat Nazirliyinin böyük binası və s. Bunlar hamısı yəni böyük bir kütlə deməkdir. İnsanlar üçün burada normal şərait yaradılsa, mənə elə gəlir ki, yaxşı olar, yaxşı təklifdir. Yəni əsas o alternativ yol hazır olandan sonraki vəziyyətə baxmaq lazımdır. Elməttin bəy, təəssüflər ki, sizinlə uzun-uzadı söhbət eləyə bilmədik. Buna da səbəb tıxaclar oldu. Minnətdarıq dəvətimizi qəbul. Tıxaclar yox, bəzi məsuliyyətsiz sürücülər. Bəli, bəzi mənim əks istiqamətdə yoluma çıxmasaydılar, ən azı bir 10 dəqiqədə rahat söhbət eləyəcəkdik. Dostlar, heç kimin yoluna çıxmayın. Hərənin öz yolu var. Hələ öz yolu ilə getməlidir. İnanın ki, bir neçə gündən sonra problemi siz özünüz də yaşayacaqsınız. Sizin də qabağınıza çıxacaqlar. Görəcəksiniz ki, qarşı tərəf necə əziyyət çəkib. Elməttin Muradlı studiyamızın qonağı idi. Nəqliyyat məsələləri üzrə ekspert. Təşəkkürlər bir daha dəvətimizi qəbul etdiyinizə görə. Bu arada